Salam əziz xanımlar, necəsiz? İnşallah ki, hər kəs yaxşıdır. Mən yaşam koçu İsmailova Aynur. Bu qrup qiymətli mən marafonu üçün açılmışdı və siz burada qeydiyyatdan keçirsiniz və mən yeni bir qrup açacağım, o qrupa daxil olacaqsınız. Fərqli yerlərdən qrupa daxil olan xanımlarımız var. Bəzən olur ki, sadəcə olaraq linki görüb daxil olurlar, nə olduğunu bilmədən, orada yazılanları oxumadan. Ona görə də mən əvvəl qeydiyyat qrupunu açıram. Orada sizinlə tanış oluram. Siz oradakı marafonla bağlı verdiyim şərtləri yerinə yetirirsiniz və sizə mən marafon haqqında müəyyən məlumatlar verəcəm ki, siz baxasınız, görəsiniz bu marafonda iştirak etmək istəyirsiniz, yoxsa yox. Bu marafonu özünüzə uyğun bilirsiniz, yoxsa yox. Bu marafonun 3 günündə verilən çalışmaları yerinə yetirmək üçün məsuliyyət daşıyacaqsınız, yoxsa yox. Bu marafonda verilən çalışmaları sevgi ilə etməyə hazırsınız, yoxsa yox. Bu sualları xahiş edirəm, hər biriniz özünüzə əvvəlcə verin. Əgər bütün bunlara cavabınız hə olacaqsa da, marafonun qeydiyyatından keçəndən sonra əsas qrupuna daxil olarsınız. Marafon adından da göründüyü kimi qiymətli mən. Özümüzə dəyər, özümüzə sevgi, özümüzə şəfqət göstərməyi öyrənəcəyimiz bir marafon olacaq. Burada çox maraqlı, çox gözəl, çox əyləncəli, çox fərqli çalışmalarımız var. Xüsusi olumlamalarımız, meditasiyalarımız var. Burada olan bütün çalışmaları mən öz təcrübəmdən, öyrəndiklərimdən, oxuduğum kitablardan, aldığım təlimlərdən qaynaqlanaraq xüsusi olaraq hazırlamışam. 11 günlük marafondur. Marafonun 3 günü sizin üçün ödənişsizdir. Bu mənim sizə hədiyyəmdir. Və bizim burada bir şərtimiz var. Siz 24 saat ərzində mənim qrupa yolladığım marafonla bağlı olan səsləri dinləyəcəksiniz və orada deyilənləri öz həyatınıza tətbiq edəcəksiniz. Çalışmalar edəcəksiniz, meditasiya varsa onu edəcəksiniz, hansısa yazı çalışması varsa onu edəcəksiniz və bütün bunları etdikdən sonra həmin o 24 saat ərzində mənə məlumat verəcəksiniz ki, mən bu çalışmaları etdim, bu mənə necə təsir etdi, bu sualları cavablandırdım, özümü necə hiss etdim, hansı düşüncələrim, hansı fərqindəliklərim oldu və s. və s. Əsas şərtimiz isə budur ki, bir gün ərzində kimlər ki geri dönüş etmir, onlar qrupdan kənarlaşdırılır. Ona görə mən sizə əvvəlcədən deyirəm ki, baxın, əgər marafonda deyilənləri edəcəksinizsə, marafonun məsuliyyətini öz üzərinizə götürürsünüzsə, qrupa daxil olun. Yox, sadəcə olaraq baxım görün burada nə var, qoy oradakı səslər qalsın, mən sonra edərəm deyəcəksinizsə, indidən qrupa daxil olmayın. Çünki bu sizin özünüzün enerjinizə də mənfi təsir edəcək. Bura daxil olmusunuzsa, demək ki, nəsə sizi bura cəlb edib. Burada elə belə deyilsiniz. Ona görə də bu fürsəti dəyərləndirin və özünüz üçün nələrsə edin. Özünüzə sevgi göstərin, özünüzə şəfqət göstərin, özünüzə dəyər verin. Baxın, marafonun adı qiymətli məndir. Biz burada həm özümüzü necə qiymətləndiririk, bunun fərqində olacaq və özümüzə necə daha yaxşı dəyər verməyi bacararıq. Bununla bağlı çalışmalar olacaq, özümüzə necə yaxşı sevgi göstərə bilərik. Fərqli-fərqli, çox maraqlı çalışmalar var. Siz 3 gün ödənişsiz iştirak etməklə özünüz görəcəksiniz ki, gedişat necədir. Əgər arzu etsəz, ümumiyyətlə marafon 11 günlük marafondur. Marafonun davamına da ödənişli şəkildə daxil ola bilərsiniz. Burada mən görürəm qrupda, hətta burada marafonda iştirak edən bəzi xanımlar var ki, ikinci dəfə, üçüncü dəfə bu marafonda yenidən iştirak edirlər. Hətta 11 günlük marafonun özündə belə mənim əvvəl iştirak edən iştirakçılarım yenidən iştirak etdilər ki, mən məsəl üçün bu marafonu almışdım 1 il qabaq, orada bir başqa düşüncələrdə idim və indi yenidən bu marafonu almaq istəyirəm ki, baxım görün vəziyyət necədir. Və həqiqətən də ikinci dəfə qoşulan xanımlarda o qədər fərqliliklər oldu ki, yəni dedim mən əvvəl o marafona daxil olanda mənim tamam başqa düşüncələrim var idi. İndi isə mən burada olan çalışmaları tamam fərqli şəkildə etdim. Yəni orada o qədər gözəl çalışmalar var ki, siz bunları həyatınıza tətbiq etməklə doğrudan da çox həyatınızda gözəlliklər əldə edəcəksiniz. Və burada olan əslində səs yazıları qrupda qalır və o xanımlar dedi ki, yox, qrupda qalmağı başqadır, amma siz mənə hər gün o çalışmanı verirsiniz və geri dönüş istəyirsiniz. Bunun təsiri başqadır. Ona görə də mənim marafonlarımda
geri dönüş almaq önəmlidir. Mən özüm də bir neçə marafonlara qoşulmuşam. Elə marafonlar var ki, sadəcə olaraq orada tapşırıqlar verilir və geri dönüş istənilmir. Yəni insanın özünə buraxılır ki, istəyirsən edərsən, istəyirsən etməzsən. Belə olanda bəzən insan məsuliyyətsiz yanaşır. Bəzən deyir ki, qoy qalsın səslər orada, sonra edərəm. Mənim özümün də hətta ödənişli qoşulduğum elə marafon olub ki, məndən geri dönüş istəməyiblər deyə oradakı səslər qalıb müəyyən vaxtdan sonra mən etmişəm. Amma insan görəndə ki, qrup halında bu edilir və ondan bunun nəticələri hər gün tələb olunur, o daha məsuliyyətlə yanaşa bilir, daha həvəslə edə bilir və qrup halında edilən çalışmaların təsiri daha gözəl olur. Və marafonda mənim həmçinin sizə Reiki qrup seans hədiyyəm də olacaq. Elə onu deyim ki, Reiki seansının, fərdi seansının qiyməti 100 manatdır və qrup seansına siz daxil olmaqla elə fərdi seansdakı kimi təsir görə bilərsiniz. Hansı ki, mənim əvvəlki marafonlarımda, qrup seanslarıma daxil olan xanımlar artıq o təsirləri görüblər və doğrudan da gözəl nəticələr olub və bunu mənə bölüşüblər. Və inanıram ki, bu marafonda iştirak edən xanımlar da marafonda iştirak nəticəsində çox gözəl nəticələr əldə edəcək. O seansın da nəticəsində çox gözəl nəticələri olacaq. Yəni, bu marafona qoşulsaz çox şey əldə edəcəksiniz. Bunu mən sizə əvvəlcədən deyirəm. Ona görə də bütün bu dediklərimi dinləyin. Baxın, görün. Həqiqətən də istəyirsinizmi bu marafonda iştirak etməyi? Özünüzə dəyər, özünüzə sevgi, özünüzə şəfqət, özünüzlə bağlı yeni bir fərqindəliklər əldə etmək istəyirsinizsə, bu marafonda iştirak edin və nəticələri özünüz görəcəksiniz. Uğurlar arzulayıram hər birinizə. Marafondan yararlanmağınızı diləyirəm. Qoşulun, iştirak edin. Görün, sizin üçün necə qapılar açılacaq. Hansısa sualınız varsa mənimlə bölüşə bilərsiniz, hansısa fikriniz varsa mənimlə bölüşə bilərsiniz. Mən ümumiyyətlə marafonlarımda iştirak edən xanımlar bilirlər ki, sual verən hər kəsin sualını cavablayıram. Nəsə anlaşılmazlıq olanda onların hər birinə əlavə izahlar verirəm. Və bunlar nə üçündür? İştirak edənlərin daha çox fayda əldə etmələri üçündür. Yəni, mən əlimdən gələni sizin üçün edəcəm. Sizə qalıb ki, öz üzərinizə düşəni etmək. Bunu edəcəksinizsə, marafonda iştirak edin. Ona görə də dəyərləndirin vaxtında. Yəni, qrupdasızsa da bunun boşuna keçirməyin də bunu. Yəni, onu demək istəyirəm. Qrupa boşuna girməyin. Əgər iştirak etməyəcəksinizsə, qrupa boşuna girməyin. Öz enerjinizi sərf etməyin. Özünüzü yarımçıq qoyaraq marafonu özünüzü incitməyin. Həqiqətən də bu marafonda sevgi ilə, bayaq dediyim kimi, iştirak etmək istəyirsinizsə, marafona daxil olun. Nə özünüzü yormayın, nə də məni yormayın. Yəni, mən bir də sizi marafondan çıxartmalı olmayım. Belə, əziz xanımlar, çox danışdım. İstədiyim odur ki, siz marafonun dəyərini biləsiniz. Sadəcə budur. Yəni, düşünməyin ki, ödənişsizdir, nə olacaq ki burada. Əslində, mənim bir missiyam var ki, insanlara faydalı olmaq. Və belə marafonları da ona görə keçirdirəm ki, daha çox insanlar faydalansın, daha çox insanlar özləri ilə bağlı nələrsə etsin, öz şəxsi inkişafları ilə bağlı nələrsə etsin. Belə, inanıram ki, marafondan yararlananların həyatında çox gözəl dönüşümlər olacaq. Bunu siz də özünüzə hədiyyə edə bilərsiniz. Bu fürsəti dəyərləndirin. Marafondan arzu olunan nəticəni də görün. Sevgilər.